Hörmətli izləyicilərimiz, son bir ev, mən deyərdim ki, son bir şans. Niyə? Çünki bugünkü gün satışda 6 qaraj proyektində evlər çox az hallarda qalır satışda, nadir hallarda. Son bir evimiz qalıb. Baxın, gördüyünüz bütün evlər satılıb. Allah xeyrin versin. Deməli, 6 qaraj gələcəyini obyekt eləyə bilərsiniz. Düzdür, yəqin ki, bunu alanların hamısı onu düşünür. Hamınız obyekt açsanız işləməz. İndi bir başqa maraqlı bir şey düzəldə bilərsiniz. Adam var ki, müəllimədir, hazırlıq üçün, uşaq hazırlamaq üçün, kurs açmaq istəyir, nə eləmək istəyir. Baxın, bura qarajı, hörmətli izləyicilərimiz. İndi sizə burada ağıl verməyim də, özünüz bilirsiniz ki, necə istifadə edə bilərsiniz. Kombi xəttləri, qazı su işığı. Bura Masazır qəsəbəsidir, dəyərli izləyicilər. Masazırda 569 nömrəli marşrut dayanacağından 150 metr məsafədə. Birinci mərtəbə gördüyünüz normal otaqlardır. Yəni, təmir edib yaşaya da bilərsiniz, kirayə də verə bilərsiniz. Necə istəsiniz, elə də istifadə edin. Deməli, İkinci mərtəbə tam təmirlidir. Narahat olmayın, ora tam təmirlidir. Sənəd paket kupçadır, hörmətli izləyicilər. Evin də torpağının da kupçası var. Birbaşa qeydiyyata düşə bilərsiniz. Masazır qəsəbəsində ev qoşa kubiklə tikilib, dəyərli izləyicilər. Evin qiyməti 69.000 manata təklif olunur. Quru yerdir, nəmişliyi qəti yoxdur. Yuxarıda 6 nömrəli məktəb var. Baxın, elektrik xəttləri, santexnik işləri hamısı görülüb. Deməli, bura evin qonaq otağıdır. Kombi xəttlərinə qədər çəkilib. Qaz, su, işıq çəkilib. Aspiratorun xəttidir. Sonra orada kondisionerin xəttidir. Hətta burada havalanma üçün, o aspiratorun havalandırması üçün də yer açıblar ki, sonra həm dağıntı işi falan, söküntü işi olmasın. Deməli, ev qoşa kubikdir. Sayğaclar hamısı qaydasındadır. Kanalizasiya mərkəzləşdirilmiş kanalizasiya sistemidir. Kimə bu ev maraqlıdırsa, zəng eləsin. Qulluğumuzdayıq, hazırıq ev göstərməyə. Sağ olun, salamat qalın.